Bismillahirrahmanirrahim. Biz insanlar tədbir tökməyə və uzaq görənliyə arxalanırıq. Tədbir tökməyə və uzaq görənliyə arxalanmamaq barəsində Əli əleyhissalam buyurmuşdur. İşlər qəza və qədərin hökmlərinə elə ram və tabedir ki, bəzən ölüm tədbir tökmək və uzaq görənlikdə olur. Nə deməkdir bu? Bunun mənası nədir? Bu o deməkdir ki, insan qəza və qədərin xeyir ziyanlarından və sirlərindən xəbərdar olmadığı üçün öz tədbir və düşüncəsinə ürək qızdırmamalıdır. Çünki tədbir tökmək və düşüncəsinin özü ölümə səbəb ola bilər. Bu işdə hər birimiz ehtiyatlı olmalıyıq. Allah hər birinizə yar və yardımcı olsun.